İnsan desə ki, Allah bunu mənə verməz, Allah da vermir. Sənin halınla əldə edəcəyin şey arasında bir əlaqə var. İnsanın halı taleyinə təsir göstərir, əldə edəcəyi şeylərə təsir göstərir. Allah vermir, niyə Allah? Özün deyirsən ki, mən inanmıram. İnanmırsan, mən də verim. Mən səndən çox şey istəmirəm ki, inan verim. Nə inansın onu verim, nə ümidlənsin onu verim. Bir dənə ümid istəyirəm, ümidlərin ümidvar olun, mən də istədiyiniz orada ki, ümid lazımdır. Kimə nə veribsə Allah ümidi qədər verir. Kim nə əldə edibsə ümidi hesabını əldə edib, əməli hesabını edib. Ümidi hesabını. Çox vaxt insan niyə günah edir? Çünki məyusdur, ümidsizdir. Allahın ən xoşlamadığı xüsusiyyətlərdən biridir. Gələcək haqqında ümidsizdir. Bir adam ki, desə məndən heç nə çıxmaz, o günaha cürət tapacaq.